Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Mart ayının 4-üdür, həftənin çərşənbə günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Millət vəkili Fazil Mustafadan çox maraqlı bir, daha doğrusu narahat verici bir açıqlama var. Nədir Fazil Mustafa? Fazil Mustafa ölkədə demək nikahın və boşanmaların vəziyyətinin ürək açan olmadığını bildirir. Acınacaqlı durum var. 2025-ci ilin 9 ayı ərzində demək 40 min nikahdan 17 mini boşanma ilə nəticələnib. Ən dəhşətlisi budur ki, son 9 ayda Bakıda bütün qeydə alınmış nikahların 56% boşanma ilə nəticələnib. Yəni 100 nəfəri evlənən olubsa, onun 56-sı boşanıb. Bu olduqca ciddi məsələdir. Ağırlığı kişinin üzərinə qoyub aliment kəsirlər. Bir çox demək vaxt qadınlar məqsədli şəkildə ilk uşaq dünyaya gələndən sonra aliment almaq üçün boşanırlar. Hər halda bu Fazil Mustafa'nın versiyasıdır və təklif də səsləndirib millət vəkili. Bununla bağlı Mediasiya Şurasına səlahiyyət verməliyik ki, məhkəməyə bu qadınların və ya kişilərin niyyəti ilə bağlı rəy versinlər və aliment kəsilməsi məsələsində ədalətli davransınlar. Çünki bir çox hallarda ailənin dağılmasının səbəbkarını ayırt etmək çətin olur, deyə millət vəkili əlavə edib.